Müəllimlərin yaxın zamanda keçirilən sertifikasiya imtahanı bir daha təhsil sistemində yeni mərhələnin başlandığını göstərdi. Kimisi bu mərhələni uğurla keçdi, kimisi istədiyi nəticəni əldə edə bilmədi. İmtahandan uğurla keçən müəllimlərdən biri də Fərqanə Quliyevadır. O artıq 5 ildir riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. İlk dəfə iştirak etdiyi sertifikasiya imtahanından maksimum nəticə əldə edib. Sertifikasiya imtahanına hazırlaşan zaman vaxtı düzgün bölə bilməməkdən qorxurdum. Buna görə son zamanlar çoxlu testlər işləyirdim, sınaqlar işləyirdim və son bir ay qalmış metodika üzərində çalışdım və uğur əldə etdim. Nisbətən düşündürücü suallar da var idi. Daha diqqətlə suallara yanaşmaqla onların da öhdəsindən gəlmək mümkündür. İlk 30 sual daha rahatdır, yəni hər bir müəllimin cavablayacağı səviyyədə suallar idi. Son suallar nisbətən düşündürücü idi. Amma hamı bu qədər şanslı deyildi. Elə müəllimlər də var ki, imtahandan kəsilib və səbəbləri fərqlidir. Onlardan biri də 36 ildir fəaliyyət göstərən riyaziyyat müəlliməsidir. 20 neçə gəldi. Aradan bir neçə gün keçəndən sonra mənim keçənlik balım gəldi. Yəni ondan tam çox aşağı balım gəldi mənim. MİQ-in sualları onu gördük, onun həyəcanı bir tərəfdən, suallar vaxt aparan oldu. Məsələn, mənim özüm o kurikulum suallarına hardasa 25 dəqiqə, 30 dəqiqəyə qədər vaxt ayırdım. Yazmışdım da. Yəni ki, onları yazmışdım. Mən hardasa 24-25 belə sual kompüterə köçürtmüşdüm, atdı kompüterim. Mənim yerdə qalan suallarım da, kurikulum suallarım da, onların heç biri orada öz əksini tapmadı. Təhsil üzrə ekspertlər isə bu prosesin vacibliyini qəbul etsələr də müəyyən çatışmazlıqlara da diqqət çəkirlər. Sualların çətinliyi ilə bağlı fikirlər bildirilir. Əlbəttə, burada artıq həm Elmə Təhsil Nazirliyi, ümumiyyətlə Təhsilin İnstitutu, hansı ki, sualların çərçivə sənədini təqdim edir. Eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi ümumi imtahanların keçirilməsinə birbaşa nəzarət eləyir. Bəzi hallarda bildirirlər, auditoriyada işıqlar keçdi, biz sualları cavablandıra bilmədik və yaxud da imtahan vaxtından biraz gec başladı, amma bizim vaxtımız kompensasiya olunmadı kimi fikirlər səsləndirilir. Amma təbii ki, bunların hər birinin daha dolğun şəkildə, daha düzgün şəkildə həyata keçirilməsi vacibdir ki, belə hallar yaşanmasın. Problemlə bağlı Elm və Təhsil Naziri Emin Əmrullayev isə bildirib ki, proses yekunlaşdıqdan sonra müəllimlərin şikayətlərinə baxılacaq. Bu sırf statistik, yəni bunun rəylə yox, çünki sualların çətinliyini statistika ölçür və bizim də bununla bağlı müəyyən təhlillərimiz olacaq. Və sadəcə o müəllimlərimizdən indi səbirli olub gözləmələrini xahiş edəcəm. O mənada ki, onsuz da əmək haqqlı əlavələr və yaxud da qərarlar növbəti tədris ilindən verilir. Bu yəqin ki, bizdən bir neçə həftə ala bilər, yəni bu təhlil prosesi. Çünki biz digər müəllimlərimiz də var, digər işlərimiz də var, digər proseslər də var. Yəni, xahişim ondan ibarətdir ki, səbirli olsunlar. Ekspertlərin uzun illər fəaliyyət göstərib, amma imtahandan kəsilən müəllimlərlə bağlı təklifləri var. Təhsil verənlərin sertifikatlaşdırılması prosesində hər iki şansdan yararlana bilməyən namizədlər ki var. Düşünürəm ki, onları Elm və Təhsil Nazirliyi təkcə auditoriyaya daxil olmadan təhsil müəssisəsində fərqli sahələrə yönəltməklə paralel, eyni zamanda onların mövcud aldığı əmək haqqları saxlamaqla daha erkən təqaüdə göndərmələrini təmin etməlidir. Yəni, məncə bu daha humanist bir addım ola bilər. Yəni ki, ola bilsin ki, şəxs hər iki şansdan istifadə etmədi. O çalışmanın yaş həddinə çatmağa hələ 6 il və yaxud da 10 il müddət var. Amma onun müvafiq pedaqoji təcrübəsi bir 15 il və yaxud da 20 ildir. Həmin 15-20 illik təcrübə əsaslanaraq onun vaxtından tez təqaüdə göndərilməsi təmin olunmalı. Sertifikasiya imtahanı müəllimləri fərqli nəticələrlə üzləşdirsə də, bu prosesin təhsildə davamlı keyfiyyət üçün bir başlanğıc olduğu aydın görünür. Lamiyə Xəqani qızı, Zamin Novruzov, Anar Ağazadə, İTV Xəbər.